balıq resepti hazırlayacağım. Bunun üçün bizə lazım olacaq sudak balığı. Balığın sümüklərini yaxşıca təmizləmişəm. Üzərinə duz əlavə edirəm. Şotka köməyi ilə zeytun yağı. Setkanın üzərində yağlayıram. Hazırladığım balığı əlavə edirəm setkanın üzərinə. Hər iki yüzünü qızardıram. Bu vəziyyətə gəldikdə manqalın üzərindən götürürük. Açılı yoxlayıram burada. Bizə lazım olacaq folqa və folqa kağızı. Balıqları əlavə edirik folqa kağızının içərisinə. 4 ədəd dəfnə yarpağı və hazırladığım özəl sosu. Dostlar, bu videoya 20.000 like gəlsə, özəl sosun reseptini sizlərlə bölüşəcəm. Üzerini kağızla bağlayıb və folqanı bu vəziyyətə bağlayırıq. Göstərdiyim qaydada. 'Yenidən göndəririk manqala. 7-8 dəqiqə manqalda gözlədirik. Reseptimiz tam vəziyyətdə hazırdır. Videonu bəyənib kanala takip atsanız məni çox sevindirərsiniz. Dəyərli izləyicilər, videonu balıq sevən dostlarınızla bölüşün. Videonu yadda saxlayın, lazım olar.